Mülki dövriyyəsi məhdudlaşdırılmış mallar icazə olmadan gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən onlar barədə hansı tədbirlər görülür? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş, dövlət mülkiyyətinə keçirilmiş və gömrük həraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydalarının 4.1-ci bəndinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış mallar icazə olmadan gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, onları keçirən şəxsin seçmə əsasında gömrük ərazisindən çıxarılmalı, bu əraziyə qaytarılmalı və ya müvəqqəti saxlanc anbarında bir aydan çox olmayan müddətə yerləşdirilməlidir.